Spark İnşaat şirkətinin Bakının Təbriz küçəsində inşa etdiyi pilot layihənin tikintisi illərdir yekunlaşmır. Sözü gedən binadan mənzil alan sakinlər illərdir kirayələrdə qalmaqdan təngə gəliblər. Yeni Gündem xəbər verir ki, Tribuna.info azda yazan sakinlər bildirib ki, 6 ildir kirayədə qalıblar. 6 ildir onlara binanın tezliklə təhvil veriləcəyi deyilsə də heç bir yenilik yoxdur. Sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də əvvəlki adı Evrostoy, SMMC olan Spark İnşaat onları müxtəlif bəhanələrlə yola verməkdədir. Sakinlər bildirib ki, onlar kirayələrə köçürülən zaman bina təhvil verilənə qədər kirayə haqlarının ödəniləcəyi deyilsə də artıq o da ödənmir. Sakinlər 6 ildir həm evlərindən olublar, həm də əlavə xərcə düşərək aylıq kirayə haqqı ödəyirlər. Problemləri ilə əlaqədar müraciət etmədikləri yer qalmayan sakinlər gözləməkdən bezib. Sakinlər tezliklə şirkətlə bağlı tədbir görülməsini, onları şəxsi mənzilləri ilə təmin edilməsini tələb edir. Qeyd edək ki, qalmaqallı tikinti şirkəti olan Spark İnşaat Bakının başqa ərazilərindəki tikinti layihələri də ya yarımçıq dayanıb, ya işlər çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır. Spark və onun rəhbəri Seymur İsayevin adı da tez-tez müxtəlif qalmaqallarda çəkilir. Qarşı tərəfi dinləməyə hazırıq.